Bu proqram barədə kiçik bir məlumat verim. Bu dərsdən qıravadım. Deməli, məsəl üçün burada bir özünüzə dərs hazırlaya bilirsiniz. Dərsin əsası olur. Mən adətən nə edirəm? Bax, burada top 100 words var. Top, yəni ən çox istifadə olunan 100 söz. Hər gün çalışıram ki, B2 səviyyəsində Almanca ən çox istifadə olunan gündəlik 100 sözdən ibarət bir hekayə generasiya eləsin. Belə olanda yəni hər şeyi birdən-birə öyrənə bilmərik də. Ən çox 100 söz öyrənim, görmən sonrası nə olur kimi bir məntiqlə gedirəm. Sonra daha sonra əgər tutaq ki, əlinizdə bir kitab var, oxumaq istəyirsiniz. Tutaq ki, bax belə bir kitab var, oxumaq istəyirsiniz, amma şəkil zat yoxdur da, elə dümdüz bir hekayədir və bu da xoşunuza gəlmir. Gəlirsiniz import your text-ə atırsınız bura. Sonra da split düyməsinə basırsınız və başlayır generasiya edir. Digər bir şey, kinodan bir subtitle götürmüsən, atırsan bura, onu hissələrə bölür. Ən vacib hissələr bunlardır. Qalanlarını qurdalaya bilərsiniz. Çox vaxtınızı almaq istəmirəm. Burada lesson history-yə gəlirik. Məsələn, belə bir şey var. Hekayə generasiya olunur. Bu hekayə 25 dənə cümlədən ibarətdir, görürsünüz. Hər bir cümləni də sözlərə parçalayır. Və sən bu cümləni başa düşüb bilmək üçün bunun tərcüməsinə baxmırsan. Məsəl üçün, emojilərə baxıb birinci başa düşməyə çalışırsan ki, burada nə baş verir. Daha sonra burada şəkil düyməsi var, şəkil generasiya düyməsi var. Şəkil generasiya elətdirirsən ki, görüm elə bu nə mənaya gəlir. Yəni maksimum şəkillərlə başa düşməyə çalışırsan. İndi bir dənə bunu generasiya eləsin. Ay sağ ol. İndi burada spricht sözü danışmaq anlamına gəlir də ya, ağızlar elə hey danışan bir insanlar göstərdi də. Bir neçə dəfə şəkil generasiya edib başa düşməyə çalışa bilərsən. Ondan sonra gördün ki, yox, heç cürə alınmır. Bunu bir dənə flip edib tərcüməsini görə bilərsən. Və sol tərəfdə şey var. Əsas dilin nədir, öyrənmək istədiyin dil nədir, bunları seçə bilirsən. Bir də burada ən vacibi addımlar. Addımlar sənə məcbur edir ki, bu cümlə sənin beynində otursun. Bax, məsəl üçün bunu öyrəndin də, yəni kletka hamısını öyrəndin. Wenn Sən next-ə. man in wenn Burada Deutschland man in Deutschland über bu nədir? Bu hissə nədir? Burada bir qarşılığı oldu, ona baxarım. Bu nədir? Bu cümlənin sözlərini dənə-dənə sənə oxutdurur. Yəni başa düşməyə çalışmırsan ha. wenn Yəni dümdüz oxuyursan da wenn man, man dümdüz oxuyursan. in 1, 2, 3, 4 elə ki artıq sözləri zaten birincidə sözləri öyrəndin axı nə mənaya gəlir. wenn İkincidə də bunların man ardıcıllığı wenn elə. in Deutschland wenn man Tamam, burada bir qarşılığı olduğunu baxıram. Burada isə hansı söz hansından sonra gəliri tutursan, başa düşürsən. Bax, fikir ver. Burada da bunu öyrəndin ha. Tam cümlə öyrənməyə çalışmırsan. Çox belə maraqlı bir şeydir. Yəni mənə təsirini görürəm faktiki. Prosta mən bunu reklamaca da basmamışam elə ki. Shadowing gəlir. Shadowing bu cümləni oxutdurur. Sən onu onun oxuduğu kimi tərcümə edirsən. Bu kimdə məndən əl çəkmədi? Part WhatsApp-a yazır. Olsun soxu. Hə. Baxaq. Wenn man in Deutschland über den ersten Schultag spricht, muss man auch von der Schultüte reden. Məsələn, burada loop var. Bu loopa qoyursan, onun dediyi ilə onunla birlikdə getməyə çalışırsan. Bir dəfə, iki dəfə, üç dəfə, dörd dəfə gördün ki, tam oturdu. Deyirsən ki, confidence əldə elədim. Yəni tam rahat mən bunu tələffüz edə bildim. Keçdim puzzle tərəfə. Bayaq cümlənin quruluşuna falan baxmışdın axı. İndi burada cümləni puzzle-lardan qurursan. Sonra recall var. Recall hissəni hal-hazırda açıq deyil, çünki bunları eləməliyəm ki, açılsın. Orada sən kartları görəcəksən, amma kartları gizli görəcəksən. Və düyməni basmadan öncə deməyə çalışacaqsan, hə, birinci when idi. Bastın, görəsən ki, həqiqətən düzmü demirsən. Sonra man idi, sonra bu, sonra bu. Əgər söz yadından çıxıbsa, orada hint ala bilirsən.
Deyirsən ki, birinci hərfi göstər, ikinci hərfi göstər, üçüncü hərfi göstər. Yəni sözü xatırlamağa çalışırsan. Sonra matching var. Təzə öyrəndiyin sözləri match elətdirirsən. Sonra da keçirsən növbəti cümləyə, yəni hekayənin növbəti cümləsinə. Yəni bu boyda etabı eləyib bir şey öyrənə bilməmək həqiqətən mümkün deyil də. Yəni mən şəxsən özümdə çox xeyrim yox. Hələ sonrası var, fikir ver. Save it cards. Bilmədiyin cümlələri, sözləri yaddaşa vermirsən də, düzdürmü? Burada bəzi oyunlar var. Mən çox maraqlı oyunlar. Məsələn, Guess the Image oyunu var. Ən xoşuma gələn budur. Sənə şəkil göstərir, söz göstərmir yenə də. Prosta şəkil göstərir. Deyir bu şəklə hansı uyğundur? Ortadan elə bil ki, öz dilini yığışdırırsan da, öz dilin yoxdur, ancaq xarici dil öyrənirsən. Yəni sanki bir uşaq kimi də, heç bir söz bazası yoxdur bu insanın. Ancaq ətrafa baxaraq başa düşməyə çalışır ki, kitab nədir, dəftər nədir, televizor nədir. Süni zəka tərəfdə bəzən generasiyalarda problem ola bilər. Ona görə retry düyməsi qoymuşam ki, məsələn, faktiki görsən ki, bu insan qorxur. Yəni sözlərdən emojilərə də uyğun düzü tapmaq olur. Staune çox güman ki, Staune, bu da ola bilər, bu da ola bilər. staune, Bu uyğun gəlmir. Bu çünki qorxur. Yəni mənə görə uyğun gəlmir bu. schwierigste, Bu çətin mənası gəlir. Unbehagens. unbehagens, Rahatsızlıq olar. unbehagens, Yəni bu olmalı yəni ki. Unbehagens. Unbehagens artıq sənə unbehagens effekti yaradır. Nə vaxtsa görəndə eləyəndə. Kimi bir oyundur bu da. Fərqli-fərqli oyunlar var. Belə. Kimsə istəsə, kiməsə lazım olsa deyər.